Salam dostlar. İnsafəli bəy Hidayətdən bir neçə səs yayılıb. Onlara qulaq astım. Çox əcaib sözlər eşitdim. Siyasət sahəsində danışılır güya və orada metodlar ələ verilir ki, güya Azərbaycanda və ya Türk xalqına mənsub aktivistlər elə düşünməlidirlər. Mən o metodları biraz ələ alıram ki, baxaq ki, bizim milli demokratik hərəkatımızın sıralarında düşüncə səviyyəsi hardadır və bu düşüncə səviyyəsi əcəba Türklərin Güney Azərbaycanda və İran çapında milli demokratik hərəkatının genişilməsinə, yayılmasına, güclənməsinə yardımcı olurmu, ya olmurmu? Adını çəkdiyim o səslərdə metod olaraq İnsafəli bəy Hidayət Orta Doğunu iki fərqli millətlərə və dövlətlərə bölür. Birisi əsli millətlər adlandırır, o birislərin sərətan millətlər adlandırır. Əsli millətlər ərəblər və türklər, sərətan millətləri isə yəhudular, ermənilər, farslar və kürdlərdirlər. Yəni təxminən 40 milyonla 50 milyon arasında insan ya millətlər Orta Doğuda Hidayət bəyin nəzərindən sərətan sayılırlar. Bu coğrafiyada, yəni o ki Orta Doğu deyirik türkçədə, burada iki dana önəmli millət var. İki dana əsli millət bu xəritənin əsli yerlərini doldurubdur. Bunların içində 4 dana millət, biri yəhudlardır, biri ermənilərdir, biri farslardır, biri kürdlər. O iki əsli kimdir? Türklə ərəbdir. Bunların içində 4 dana sərətan qoyublar. Bu millətlərin sərətanları bunlardır. Bu iki milləti bir-birinin canına salıb, yəni ərəblə türkü, bunların içində daimən dava salarlar. Bunlar birləşə bilməyirlər. Bunlar birləşsə. Çünki burada dünyanın enerjisinin çoxu buradadır. Və tarix göstərir ki, bunlar çox savaşçı və çox inkişaf edən millətdirlər. Buna bax, indi bizim zehnimizə soxublar ki, Əqəbmandı yox, bulanıq yox, bunlar düz deyil. Tarixdə o zaman ki, farslar, o birisi millətlər qürur-vüsdə yaşırdılar, biz dünyanın rönesansını yaşırıq. Sosiolojist analiz açısından baxırsaq, bu baxış açısı təmiz bir ırqçı, rasisti baxış açısıdır. Bu sözləri dünyanın hər yerində bir nəfərin ağzından eşidirsələr, o adamı təmiz ırqçı və rasist tanıyarlar. Məsələnin analizinə keçmədən birinci sual, əsasi stratejik sual. Əcəba Türk milləti Güney Azərbaycanında və İranın çapında ırqçılığa, rasizmə dayanaraq işlərin önə sürə bilərmi? Bu hərəkət ırqçılığa dayanaraq toplumda yayıla bilərmi? Genişlənə bilərmi? Güclənə bilərmi? Yoxsa yox? Rasizmə, ırqçılığa dayanırsa gündən günə zəifləyəcəkdir. Gün bu modern tarixdə rasizmə, ırqçılığa dayanan düşüncə genişlənib, yayılıb, güc tapa bilməz ki. Kəsin bəllidir ki, Türk hərəkatı ırqçılığa dayanaraq genişib, güclənib, yayıla bilməz. Çünki Türk hərəkatı əsasən ırqçılığa qarşı bir hərəkətdir. Türk xalqına keçən yüzildə İranda ırqçı siyasəti uygulanmışdır. Bu siyasət İran dövlətinin sərmayasına, puluna, gücünə, məktəbinə, universitetinə, ordusuna, ittilaatına filanına dayanaraq Türk xalqına qarşı və başqa qeyri-fars xalqlara qarşı aparılmışdır. İndi Türk xalqı İnsafəli bəy Hidayətin arzu etdiyi kimi hangi pulunla, hangi güclə, hangi orduyla, hangi məktəblə, hangi universite ilə ırqçı siyasəti sərətan millətlərə qarşı apara biləcəkdir. Mən biləsi bizim xalqımızın nə indi və nə gələcəkdə yəhudilərlə, erməni xalqı ilə, kürd xalqı ilə, fars xalqı ilə heç bir məsələsi yoxdur. Bizim xalqın məsələsi olan İran dövlətinin istibdadi və daxili istimara dayanan siyasəti və qeyri-fars xalqlara qarşı ırqçı siyasətdir. İsrailin və ya Ermənistanın dövlətinin antidemokratik siyasətlərinə qarşı ola bilir və kürdlərin siyasi hərəkətinin sıralarında
antidemokratik düşüncelere karşı mozey olmalıdır. Xalqlara karşı değildir. İnsaf Əli Bey'in bu Orta Doğu ölkələrin iki yerə bölüb əsli millətlərlə sərətan millətləri böldüyündə deyir ki, Türklər və ərəblər inkişaf edən millətlərdilər. Amma güya o sərətan millətlər bu millətlərin inkişafının qarşısını alırlar. İnsaf Əli Bəy Hidayətdən sormaq lazımdır ki, 6 türk dilli dövlət var, 22 ərəb dilli dövlət. Bu sərətan millət adlandırdığım millətlər və ya dövlətlər, bu 22 ərəb dövlətlərin və 6 türk dövlətlərin inkişafının qarşısını necə ala bilərlər? Ərəblərin dövlətlərinə baxdığımızda və hətta Türkiyə və başqa türk dövlətlərinə baxdığımızda, hətta iqtisadi güc baxımından qiyas halında deyirlər. Məsələ, əgər İnsaf Əli Bəyin sərətan millətlərinin kişi başı gəlirini nəzərə alırsaq, ən çox gəliri olan İsrailin kişi başı gəliri təxminən 51 min dolardır. Bu əlbəttə çox yüksək bir ədəddir. Ondan sonra İran dövlətinin kişi başı gəliri 4 min ilə 5 min dolar arasındadır. Ermənistanın isə 4 min dolar kişi başı gəliridir. Halbuki ərəb dövlətlərinə baxdığımızda yalnız Qətərin gəliri 56 min dolardır kişi başı gəliri. Ondan sonra İmarat-ı Müttəhidənin 350 min dolardır kişi başı gəliri. Yəni yüksək gəlirləri var və ondan keçdikcə əlbəttə ərəb dövlətlərində kişi başı gəlir azalır. Amma toplam ərəb dövlətləri ilə türk dövlətlərini bir-birinin yanına qoyanda bu sərətan dövlətlərinin ekonomisunun adını çəkdim, qiyas olan bir durumda deyirlər. Əlbəttə diqqət çəkməliyik ki, Türkiyənin kişi başı gəliri 9 min ilə 10 min arasında və Azərbaycanın isə 5 min dolar civarında və Qəzaqistan o Qırğızistan isə 9 mindən 10 min dolar arasında kişi başı gəlir vardır. Yəni İnsaf Əli Bəy Hidayət nəyə dayanaraq, hangi göstərgəyə və ya şaxisə dayanaraq sərətan dövlətlərin, əsli dövlətlərin gəlişməsinin qarşısını alırlar deyə düşünmək lazımdır. Bir də bir ölkənin gəlişməsinə toplumun demokratikləşməsi, eğitimin yüksəlməsi, sərmayanın azadca dolanması, teknolojiyə daha önəm verib üniversitələrin teknoloji gəlişmələrinə uyğunlaşdırılması, bir ölkədə hüququn güclü olması və sosial dövlətin qurulması bir ölkədə altyapı olaraq o ölkənin qalxmasına və gəlişməsinə ekonomi sahədə yardım edir. İndi o İnsaf Əli Bəy Hidayətin sərətan dövlətlər, türk dövlətləri və ərəb dövlətləri içində altyapı gəlişdirmənin qarşısını necə ala bilərlər? Üniversitələrin səviyyəsini qaldırma, eğitimin səviyyəsini qaldırma, teknolojiyə önəm vermə, demokrasiyə önəm vermə, hüquq dövləti, sosial dövlətin bərpa edilməsinə, genişlənməsinə şərait yaratmanın qarşısını necə ala bilərlər? Buraya gəldiyimizdə diqqət edirsək, İnsaf Əli Bəy Hidayətin düşüncə tərzi bir istibdadi və diktatörü ölkədən qalxan metodlarla formalaşmadadır. Diqqət edərsiniz, istibdadi ölkələrdə gəlişmənin, qalxınmanın qarşısını alanları daima xarici dövlət sanırlar. İranda Amerika, İsrail, İran dövlətinin gəlişməsinin qarşısını alır və başqa dövlətlər nə qədər otoriter və diktatörü olursa, o qədər xarici faktorları ölkənin gəlişməsində əngəl kimi göstərməyə çalışırlar. Yəni öz bəcərisizliklərinin nəticəsini və ya yanlışca yönətmənin nəticəsini öz siyasətlərində, iç siyasətlərində deyil, xarici dövlətlərin siyasətlərində izah edib və xalqları aldatmağa çalışırlar. Burada İnsaf Əli Bəy Hidayət də danışığında bizi dəqiqən yanlış metodlarla uğraşdırmaq və alışdırmağa çalışır. Adını çəkdiyim səslərdə İnsaf Əli Bəy Hidayət Türk xalqının siyasi hərəkətini ya Türk Milli Demokratik Hərəkatı Azərbaycanda və İranın tamam çapında önə getməsinə bir metod verir. İlginc bir metod. Həqiqətən şaşırtıcı bir metod. Deyir ki, Farslar nə edirsə, nə istəyirsələr, nə dillərinə gətirirsələr,
biz ona inad edərək, deyir, ləcbazlıq edərək, inad edərək o deyənlərin qarşısına əməl edib və ya düşünməliyik. Məsələ, demokrasi deyirlər, biz demokrasiyə qarşı getməliyik. Qacarlar məsələ pisdir deyirlər, biz tamamilə olaraq yaxşı deməliyik. Yəni əsasında inadçılığa dayanan bir siyasət aparmalıyıq. Baxmamalıyıq ki, o deyilən söz, qulağımıza gələn fikir düzdür, yanlışdır, doğrudur, naqistir, nədir deyə önəmli deyil. Farslardan hər nə eşidirsək, onun qarşısına, onun müxalifinə əməl etməliyik. İran siyasətindən və İran düşüncəsindən qırılmalıyıq. Əvvəl hər nə ki İranda bizə öyrədiblər, deyiblər su iysiz olar. Biz gərək yaxşı yox, su iyili olar. Yəni ləc eləyək hətta farslarına. Yəni biz gərək bir cür farslarla, İranla ləc eləyək. Bu ləclikdə, məsələn, onlar deyiblər, sən Azərisən, biz yazıq Türkük. Qutuldu getdi. Onlar nə mənə bizə öyrədiblər, azadlıq pisdir, hər nə mənə ki onlar deyirlər pisdir, o bizi yaxşı olmalıdır. Əcəba dünyada bir kəs var ki, bu şivədə düşünsün və öz millətinin qurtuluşun inadçılığa dayanaraq önə sürsün ki, bizim bir aktivistimiz İnsaf Əli bəy Hidayət olaraq bu inadçılığı bizim milli mücadiləmizə düşüncə tərzi kimi təqdim edir. Həqiqətən utandırıcı bir durumdayıq. Sonra məsələ farslardan fərqli bir yol götürməmizdə deyir ki, bir şirədə birliyimiz var, bir də geyimimiz, yəni paltarlarımız eynidir. Və deyir ki, bu iki sahədə çox ciddi bir-birimizdən fərqlənməliyik. Deyir, şiəçiliyimizin ki, çox fərqi var. Onlar Fars şiəçiliyi, bizimki Türk şiəçiliyidir. Yerdən göyəcən deyir, bir-birlə fərqi var. Bilmirəm, harda fərqi var. Və kimsə də örnək gətirmir ki, Fars şiəsi ilə Türk şiəsinin fərqi hardadır və nədir? Ən azı bugün İranın siyasi sahəsində və dini sahəsində bu fərqlilik hardadır deyə kimsə parmağını qoyub göstərə bilməz. Amma yalnız Türk sözünü oraya artırmaqla şiənin sonuna Türk şiəsi və ya Fars şiəsi iki çox fərqli bir şeyə çevrilir deyir. Mən ki ciddi bir fərqlilik görmürəm. Fərqlilik görən varsa bəlkə göstərdi. Amma nə edək ki, şiəçiliyi bizim başımıza gətirənlər Səfəvilər, Türklərdirlər. İnsaf Əli bəyə sormaq lazımdır ki, bu fəlakəti tariximizdən necə silə bilərik deyə bir düşüncən varmı? İran siyasətindən və İran düşüncəsindən qırılmalıyıq. Əvvəl hər nə ki İranda bizə öyrədiblər, deyiblər su iysiz olar. Biz gərək yaxşı yox, su iyili olar. Yəni ləc eləyək hətta farslarına. Yəni biz gərək bir cür farslarla, İranla ləc eləyək. Bu ləclikdə, məsələn, onlar deyiblər, sən Azərisən, biz yazıq Türkük. Qutuldu getdi. Onlar nə mənə bizə öyrədiblər, azadlıq pisdir, hər nə mənə ki onlar deyirlər pisdir, o bizi yaxşı olmalıdır. Ən ilginc, həqiqətən əcaib bir düşüncə də İnsaf Əli bəy Hidayətin biz ilə farslar arasında paltarların, geyimin fərqlənməsinə dayanıb və orada deyir ki, bu sahədə farslarla fərqlənmək üçün yeni paltarlar formalaşdırmalıyıq, yeni əlbisə, yeni geyim tapmalıyıq və o vasitə ilə farslardan geyim sahəsində ara açmalıyıq, fərqlənməliyik. Halbuki tariximizə baxdığımızda bugünkü mövcud geyim Azərbaycanda türklər tərəfindən Türk toplumunda və hətta İran toplumunda yayılıbdır. Niyə? Bu modern paltarlar, pullular, sərmayə sahibləri, tacirlər, siyasətçilər, bürokratlar və padişahın ailəsində geyilən geyimlərdirlər ki, yavaş-yavaş topluma yayılıblar. Keçən 1000 ildə, ən az keçən 400 ili nəzərə aldığımızda o modern paltarların Avropadan İrana daşımasının səbəbləri kimi ola bilər düşünürsünüz? İran hakimiyyətində diplomatlar, siyasətçilər, sərmayə sahibləri, ticarətçilər türklər deyillərmi? İndi ata-babalarımızın gətirən və modernizə edən paltarlarımızı və geyimimizi Hidayət bəyin sözü ilə dəyişməliyik və özümüzə bir yeni geyim formalaşdırmalıyıq. Əcəba düşünürsünüz belə bir zehniyyət toplumda yayıla bilirmi? Özümüz milli düşüncəmizi düzəltməliyik. Yəni məsələn onlar dində hər nə deyiblər biz onları qəbul eləmirik. Biz də əvvəldən də qəbul eləmişik. Biz bunu demişik ki, bizim şiəliyimiz Türk şiəliyi ilə Fars şiəliyinin 180 dərəcə fərqləri var. Eyni halda yenə də bəzi şeylərdə müştərək. O müştərəklərdə biz əvvələn dərin olduğumuz yeri, ayrıldığımız yeri daha çox ayırtmalıyıq.
O yerdə ki biraz müştərəkimiz vardı, onları da aradan götürməliyik. Məsələn, onlardan ki bizim mütəəssifanə farslara bağlayıbdı, biri şiəlikdir, biri də paltarımızın bir olmasıdır. Bizim paltarımız, geyimimiz farsların heç fərqi yoxdur indi. O halda ki Kürdlərin fərqi var, Ərəblərin fərqi var, Bəluçların fərqi var, Türkmenlərin fərqi var, Qəşqayların fərqi var, Lorların, Geyləklərin, Mazənilərin hamısının fərqi var. Bizim fərqimiz yoxdur. Niyə? Çünki biz farsların içində həll olmuşuq, ərimişik, getmişik. Biz gərək bu ərimaqdan çıxaq. Məsələn, bizim paltar tərrahlıq edənlərimiz gərək oturalar, Azərbaycanın milli paltarlarına baxarlar, bir dənə paltar ortaya qoyarlar. Bu paltar bizim hüviyyət paltarımız olar. Hüviyyət, Hindilərin var idi, Çinlilərin var idi, tamam dünyada hamı millətlərin var idi. Biz gərək özümüzü farslardan hər sahədə ayırıq. Bu yanlış zehniyyətin ki, güya geyimimizi dəyişəcək, fikrimiz də dəyişiləcək. Bu yanlış zehniyyətin baxdığımızda Türkiyədə modern paltarlarda gəlmiş, Avropadan gəlmiş və paltarlar değişmiş. Milli fikir də oradan getmişmi? Çinlilər də indi bu paltarları geyirlər. Ruslar da onu geyirlər. Dünyanın millətlərinin hara baxdığımızda da onlar geyirlər. Hətta Kürdlər belə İqlimi Kürdistanda siyasətçilərin hamısı kot şalvar kiravat geyirlər. Acaba modern veya yeni geyimlərin geyinməsi ilə milli düşüncənin ortadan qaldırılması bir mi? Veya milli düşüncənin ortadan qaldırılmasına və Türk xalqını asimilə siyasətinə məruz qoymasının paltar deyil, başqa səbəblərini axtarmalıyıq. Yəni İran siyasətində qeyri-fars xalqlara daxili istimar siyasəti çərçivəsində asimilyasyon politikasını uygulamaqda görməliyik. Paltarda, geyimdə, görüntüdə deyil. Başqa bir sahədə İnsafəli və Hidayətin caydırıcı, çox yanlış və dünyadan xəbərsiz kimi danışmaqda uluslararası hüququ ayaq altına qoyub heç sayma. Deyir ki, uluslararası hüququ özlərinə yazıblar. Deyir, Sazman-ı Millətdə hüququ özlərinə yazıblar. Biz özümüzə hüquq yazmalıyıq. Farslardan hər sahədə ayırıq. Əgər bu ayrılığı eləyə bilsək, icad eləyək, biz gecə tezi müstəqil olaraq haqlarımızı da özümüz tərif edək. Haqqı deməyək, Sazman-ı Milləl bunu deyibdi. Sazman-ı Milləl özünə deyibdi. Biz özümüzü nəyə layiq görürük, o layiq gördüklərimiz bizim haqqımızdır. Yəni İnsafəli və Hidayət və ya onun kimi düşünənlər bugünkü dünyada diş hüquq, yəni uluslararası hüququ nə qədər dünya sahəsində devlətlər tərəfindən önəmli sayılmasını bilməyən bir insan necə eləyə bilər siyasi sahədə söz sahibi olsun? Bizim millətimizə yazıq deyilmi ki, bugün dünyada tanınmış siyasət bilimi, hüquq onların işləvi bir siyasi ünsür tərəfindən gözdən atılıb ya ayaq altına qoyulsun. Yalnız sözün uzadılmaması üçün qısa kəsmək istəyirəm. Yoxsa İnsafəli bəy Hidayət və ya onun kimi düşünən insanlar Türk toplumunun modern dünyada milli oyanışı, siyasi maarifləşməsi və hətta siyasiləşməsinə problem yaraldırlar. Hər bir insan İnsafəli bəy Hidayətin sözlərini eşidirsə, hərəkətdən qaçar, usanar, diskinər, qorxar, xalqın o milli hərəkətə qatılmasının qarşısını alar və bu vasitə ilə bu marginal düşüncələr, rasyonaldan xaric düşüncələr yalnız milli hərəkata ziyan vermədən sonra heç bir xidmət edə bilməz. Məni dinlədiyiniz üçün təşəkkür edirəm.